Allah sizləri var eləsin. Zəhmət olmasa ekranı tıklayaq əziz dostlar. Tıklayaq, baxış sayımız qalxsın, gözəl saatları nümayiş elətdirək əziz dostlar. Erşən, xoş gördük, çox sağ ol Erşən, minnətdarım sənə, təşəkkür edirəm. Var olasınız. Əziz qardaşlar, belə getsə canlı qalxacaq məncə, sizin sahənizdə. Sizin sahənizdə. Amma indi sizə gözəl saatlar göstərəcəm. Baxın, gümüş saat. Görürsünüz dostlar, gümüş saat. Çox deyirdiniz, gümüş. Ne oldu ay Hacı dayı? Dənizçi Seyko var bizdə, Zavur. Var? Var. Görürsünüz, sürətlə qalxır baxış sayımız. Gümüş, bir dənə belə gümüş var əziz dostlar. Bunlar ikisi de gümüştür. Biri 450 manatdır. Ama TikTok dostlarına indirim var. Bunu ben həmişə demişəm. TikTok dostlarına indirim var əziz dostlar. Qiyməti 450 manat. TikTok dostlarına 400 manat. Yani təxminindən asılı değil de bunun qiyməti. Gətirən adam var da bunu qoyur satışa ona göre. Ama belə Hamilton saatim var. Orijinal mexaniki Hamilton'du əziz dostlar. 800 manata qoymuşam. O Şako, salam gözəl insan. Necəsən? Yazırlar ki, Ruslan yazır 350 manata almışam. Elə 350'ye de mənə veriblər. Biz də indi 500 manat üstünə qoyacaq da. Hələ alanda danışıq olacaq, elə verəcək geçsin. Təmiz gümüşdür. Hamilton saat əziz dostlar, görürsünüz de gördüğünüz gibi. 161 nəfər canlı yayımdadır. Allah sizləri var eləsin. Allah sizləri bu xalqa, bu millətə çox görməsin əziz dostlar. Buyurun. Orijinal Mod Blanc. Orijinal İsveçrəli Mod Blanc saatı. Bir gün çox gözəl saatlar göstərəcəm. Rado nədirsə, Rado yazırsınız. Qardaşım Qəmbərov. Bir gün gəldilər, sənin xəbərin yoxdur. 2 dənə Rado yox idi məndə Karobkada. 125 manata verdim. 150 dedim, dedi ki ikisini götürürüm. 350 alıp 800'e satır. Neyi almışsın 350'ye? 350 alıp 800'e satırsın. Neyi? Hardadır o? Argent remont, təmir etmək olur əlbəttə. 800'e Hamilton satır. 350'ye gümüşü almışıq, 400'e satır. 350'ye gümüşü almışıq. Canım ben kardeşim. 350 manata bunu almışım. Görürsünüz. 232 nəfər canlı yayıma baxır, maşallah qalxır. 241 olduq. 253 olduq. Allah sizləri var eləsin. Ama bu Hamilton yok, Mod Blanc üzürü sayın. Bu Mod Blanc'ı 800 manat. Bak bunu. Görürsünüz. 300 nəfər canlı yayıma baxır. Hamilton'u da veririm 800 manatı. Əziz dostlar. Görürsünüzlər. Gözəl saatlarımız çox. Bu saat da yaddan çıxartmayın. Bu qədimi deyil. 1871-ci ilin saatıdır. 1871-ci ilin saatı həm işləyir, həm də zəngi vurur. Bir dəfə quranda bir həftədən çox işləyir. Kim istəsə 1000 manatdır. 1000 manat. Əziz dostlar. Belə gözəl saatim var. Dayan. Bayaq kənara qoydum. Onu da göstərim də dostları. Buyur. Baxın əziz dostlar. Qəşəng saatlarımız var. Almışam. Bax bunu 250 manata satıram bax. 250 manata. Baba bir dənə cızığı yoxdur. 250 manata. 75-ci ilindir. Orient. Əziz dostlar. Həmin saat var, daş qoyursan, səhər işləmir. Baxmaq lazım, sənə qurban. Götür, gəl, baxaram. Baxaram, baş üstə. Canlımız düşür, qoymayın düşsün. Elektron Casio istəyirlər. Elektron Casio istəyirsiniz, buyurun. Elektron Casio bunun gümüş rəngi də var bizdə. 80 manata. 80 manat. Görürsünüz dostlar.
Canan var. Aha. Gelen var. Gör ne istiyorsa var. Buyurun aziz dostlar, belə sazım var, bax təpdədir. 250 manat, qola taxılmayıb. Amma deyim ki, qola taxılmayıb ha. 1 saat da olsun qola taxılmayıb. 76-cı ilin saatıdır. 76-cı ilin saatıdır, qola taxılmayıb. Razoları göstərir. Razolar var ki, razoları Gətirəm. var razo. Əlbəttə. Hə, var. Görürsünüz nə gözəl saatlardır. Orientdir bunlar. Avtomatik qolda qurulan. Orientlərdir əziz dostlar. Avtomatik qolda qurulan. Gözəl saatlarımızdır. Ümumiyyətlə sazımız çoxdur. Bax Citizen, orijinal Japon sazı. Avtomatik qolda qurulan Citizen saatları. Bir günləri bunu salmışam, bilirsiniz neçə? 400 manatı. Həmişə 450-yə deyirdim. 400 manat. Təzəyə salapanda. Orijinal Rado heç yazma düşmür. Orijinal Rado 800 manat. Öz qiyməti 3000-dən yuxarıdır. 3000-dən yuxarıdır bunun. Görürsünüz. Allah. Əla saatlardır. Buyurun əziz dostlar. Gözəl Patek Philippe sazımız satışa çıxdı. Görürsünüz. Avtomatik qolda qurulan da bu Patek. Kimə lazım olsa buyurun əziz dostlar. Dəmir sepli Casio çoxdur. Niyə gəlmirsiniz buraya? Bura gəlsəz elə gözəl saatlar görəcəksiniz. Orient neçədir? Orient 250 manat. Bax işlənməyib, qəti qola vurulmayıb. Təptədə də elə getdim mağazindən aldım bax. İşlənməyib. Amma bu işlənib. Bu işlənib, cızığı mızığı yoxdur, təptədə baxın. Görürsünüz. Elektron Casio 80 manat. Citizen'e baxın əziz dostlar. Gözəldir, baxın Citizen saatı. Gözəl. Buyurun. 400 manat. Zarbıları salmışam bax. 400'e. Patek orijinal değil, A klassı. Çünkü orijinal kim verer 140-150 manatı? Başa düşürsünüz. Bu orientleri mesela kim yazsa ki 245'e verersen mümkün değil. 250 manat. Oğlanda belə edirlər, o dəqiqə ver gəlsin. Büyünlər almışam bax. Bax bunu büyünlər almışam bax. Orient'e bax. Bax burada yazılıb Orient. Bu Orient. Görsən təpdədir. Bunu incə qoydum TikTok'a. Allah qoysa sıra satılacaq. Tisyon neçə var əmi? Tissotlarımız çoxdur. Orient təzə model istəyirəm. Orient təzə model istəyənlərə bax bir ucuz verəcəm bax. 300 manata. Avtomatik Orient 300 manat. Görürsünüz. Zəmanət də var. Narahat olmayın. Bizdən aldığı saat əla işləyəcək. Buyurun Seika saat. Seika Rolex stilində avtomatik qolda qurulan qiyməti 860 manatdır, 300 manata satır. 400 manata. 300 deyirəm. 400 manat. Bax. 400 manata satırıq əziz dostlar. Görürsünüz. Gözəl saatlardır 400 manat. Kimə lazım olsa əziz dostlar. Buyurun. Qəşəng avtomatik qol saatları. 309 nəfər canlı yayımı izləyir əziz dostlar. Qəşəng Mod Blanc saatımız var ha. Orijinal Mod Blanc. 800 manat. Görürsünüz. Mexaniki saatlar neçəyə başlayır. Mexaniki var, mən sizə 40 manata veririm. Bunu neçədir Nazlı? Bunu 140 manat olsun. 150 demişəm, 140. 100'e geçsin istəyirlər. 100'e çok az da. 100'e kim verir onu? Bunu ile sepin satsam 150 manata veririm. Fosforlu Patek Philippe 140 manata. Mekanik avtomat. Kolda özü dolan təpdədə özü. 100 manata da özümüz almışıq. Bunu biləsiz. Dəmir sepli var, muska çalan. Nədir öyle? Casio. Şimdi baxın. Baxarın necə olur. İçi yaşıl. Orijinal Tissot 250 manat avtomatik mexanika. Görürsünüz. İçi yaşıl orientler. De burada da var. Sonu 250 manat. Sonu 250 manat. Görürsünüz dostlar. Təpdədə bir cızığı da yoxdur. Baba bu satışdan belə bir satışdan alırsan. Görürsən. Görürsünüz. Oxu yazdığımı qardaş.
Laura deyir, Ağdamlı qardaşımız. Hə, sonra hansı, buyurun gözəl bir 2 yaşlılar yer. Necədir? Super, bax təpdədir. Təpdədir. 2 yaşlı rəng. Hə, bir qardaş yazır ki, İlyas ki, bunlardan var deyir, amma biraz ucuzdur. Onları mən almağı məsləhət bilmirəm. Bax, sizə başa salım. Niyə? Var Patek Philippe, Kitayski mexanizmalarla da, yəni belə, ucuzları ilə. Var Patek Philippe Citizen mexanizma ilə. Citizen bilirsiniz, Japon mexanizması ilə. Bunlar əladır. Yəni alanda baxın. Göstərək. Gözəl saatlarımız var. Baxın, təzə işlənməmiş. Baba 250 manata. Əziz dostlar. Ayın 20'sine kimi bağladılar o səhifəni. 20'sine kimi. Hacı dayı. Dişlərə nə oldu? Dişləri söktürmüşəm. İmplant yığdırıram. O şurupla düzəldirlər. Ona görə çəkdirmişəm. Hamısı qocalmış. İmplant. Allah qoysa sağlıq olsun. Əziz dostlar. Baba 250 manata sağda baxın. Buyurun. Eşen saatlerdi. Buyurun. 400 manata təpdədə bax. Təzəyi. İşlənməmiş daha. 400 manat əziz dostlar. Bəli, bəli. Bax Tissot saat. 250 manat əziz dostlar. Görürsən. Məşədi sağ olsun, layıkları qoyun, Allah köməyin olsun. Layıkları vurun, hamımız. Süleyman da geldi, Yıldız, sağ ol əziz qardaş. Ekranı tıklayaq, orada gördüğünüzde 300 neçə nəfər baxırdı. O dəqiqə neynirdim ki mən burada, söyüş sevmirəm, saat satıram da, bunu nəyə bağlayırsan? Niyə bağlayırsan? Çoxdur mənim kanallarım, istəyir bağlansın, gündə biri bağlansın. Var, hərəsində 5000, 6000 izləyici var. 100 minlik səhifəm silindi mənim bu yaxında. 100 minlik. Salam, salam Mahmudov, xoş gördük. Necəsən? Çox sağ ol, minnətdaram. Allah sizdən razı olsun. Bunu da bu görə yaptım. Az görəyim. Hara koyayım, yer var ki. Bir yere koy da. Hadi oraya koy, yukarı. Yok oraya, yok oraya. Hadi o bir üstüne koy. Kalkır yavaş yavaş canlı yani. Allah sizden razı olsun. Sağ ol Mahmudov. Öpürəm, güzel saatlerimiz çoktu. Ama sizlerden yoktu. Orijinal Rado. Bu saatin kıymeti 3000'den yukarıdır. Bakabilirsiniz her yerde internette. 800 manata koymuşum. 800 manat. Zavur Qəmbərov da buradan sağ olsun. Buyurun Patek Philippe. 140 manat. Mekanika da. Mekanika Patek Philippe. Görürseniz dostlar. 140 manata. Rado saat. Buyurun. Rado. Bu pahalı Rado değil. Bunu 500 manata da vermiyorlar. Hemen 400 manata satarım. Təptəzədir. Zəmanət də veririk, əziz dostlar. Casio saat. Görürsünüz Casio saat. 80 manat. 80 manat. Görürsünüz. Əziz dostlar, qara Casio. 80 manat. Görürsünüz. İmkan vermirlər alverimizi ilə. Gərək bir həftəlik bağlasın. Biri var səhifəni bir yolluq bağlayırlar. O lap pis axı. Buyurun, yaxşı Seika'mız var. Rolex stilində Seika. 400 manata salmışıq. Baxın. 500'e satırdıq. Görürsünüz. Mən məsələn öz sahim olmasa, mesela Kerim var burada, Səlimov. Ben onun sayəsindən heç bir danışan verəm. Çünkü başım çıxmır da onun sayəsindən. Mənim sahəmdə mən kimi heç kim bilənməz. Yəni mən bu işi yaxşı bilirəm də hansı saat nədir. Məndə saat var, öz qiyməti 20.000'dir, 5.000'e satırıq. Kerimi yollayacağım ki, get filan yerdə bax. Qoyublar oraya 20.000'e. Görəcək gözüyle ki düz deyir.
Mən də gezdim, mən onu verirəm 5.000'e. Başa düşürsünüz. Əziz dostlar, orijinal tissot var. 150 manat. Değmedi, ne değilsin ki? Bakayım. Orijinal tissot, buyurun. 40 nəfərə qalxdı. Razkom götürürsə maşallah. Allah 51 olduq. Deyirəm də qalxacaq. Allah sizi var eləsin. Buyurun əziz dostlar, like'ları əsirgəməyin. 74, 81. Siz qaldırdınızsa mən qiymətləri salacağım. 100'lü keşlik əziz dostlar, var olasınız. Buyurun. Tissot 150 manat. Tissot TikTok dostlarına 120 manat. Necədir? Əla. Buyurun əziz dostlar. 140 nəfərik, baxın canlıda. 154 olduq. Tissot 150 manat. 150 manat əziz dostlar. Orijinal İsveçrən tissotu. Görürsünüz. 200 nəfərə yaxın